Salam, hörmətli tamaşaçılar. Edir TV efirdədir. Vətəndaş mövqeyinin qonağı millət vəkilimiz Rizvan Nəbiyevdir. Salam Rizvan müəllim, xoş gəlmisiniz. Gülşən xanım, təşəkkür edirəm dəvət üçün. Rizvan müəllim, ölkəmizin nüfuzu beynəlxalq aləmdə günü-günə artmaqdadır. Bir neçə gün öncə İran prezidenti Azərbaycana səfər elədi. Sizcə bu səfər qonşu ölkələrdə öz təsirini necə göstərəcək? Səfərin həm regionda, həm iki tərəfli münasibətlərdə, həm də regionu aşan böyük bir bölgədə yaratdığı əks-səda təbii ki, Azərbaycanın işğala son qoymaqla yaratdığı siyasi reallıqlarla bağlıdır. Ərazi deməli bütövlüyümüzü, suverenliyimizi tam bərpa etdikdən sonra yeni status quo yaranıb. Bu yeni status quo'nun üstünlüklərinə yönəlik, yəni Azərbaycan mərkəzli olmaqla əməkdaşlıq imkanları bugün ayrı-ayrı aktorlar tərəfindən dəyərləndirilir. İran prezidenti Pezeşkiyanın səfərinə qədər deyək ki, Avropa İttifaqının komissiyasının, belə deyək də, vitse-prezidenti və xarici siyasət təhlükəsizliyi kimi vacib bir sahə məhsul Kaya Kallasın Bakıya göndərilməsi, Azərbaycan prezidentinin Çinə etdiyi dövlət səfəri, orada hər tərəfli strateji tərəfdaşlıqla bağlı sənədin imzalanması, deyək ki, cənubdan qonşumuz İrandan İran prezidenti Pezeşkiyanın səfəri, indi İsrail baş nazirinin Azərbaycana gözlənilən səfəri və biz görürük ki, Azərbaycan bu siyasi hadisələrin episentridir və Azərbaycan orta güc olaraq deməli öz siyasi, iqtisadi nüfuzunu artırmaqdadır. Təbii ki, bunun əsasında Azərbaycan prezidentinin düşünülmüş xarici siyasət strategiyası dayanır və bu strategiya sülh və sabitliyi hədəfləyir. Yəni, region və regionun sərhədlərini aşan, necə deyirlər, bir məkanda. İran prezidentinin Azərbaycana səfərində biz bir neçə məqamı vurğulamaq istərdim. Çünki İran və Azərbaycan bu dəyərlərin üzərində qurulmuş münasibətlərə əsaslanaraq siyasi, iqtisadi digər məsələləri inkişaf elətdirirlər. Burada təbii ki, bizim ortaq tarix və mədəniyyətimiz, çox faktorlar var da, bunlar hamısı mən vurğulamaq istəmirdim, amma bu ortaq dəyərlərin üzərində indi dövlətlərarası münasibətlərin də o ortaq məqamların tapılması və inkişaf elətdirilməsi. Ondan başlayaq ki, Azərbaycan Respublikasının Ermənistandan sonra ən uzun quru sərhədi İran İslam Respublikasındandır. Və buna baxmayaraq ən az ticarət dövriyyəsi də İranlandır. Məsəl üçün, bu Gürcüstanla müqayisədə 2 dəfə azdır. Yəni, İranın ticarət dövriyyəmiz 650 milyon dollardır və düzdür, ötən ilə müqayisədə bir 150 milyon dolları 30%-dən artıq artım olsa da bu malik olduğumuz potensialı əks elətdirmir. Və yaxud da ki, strateji müttəfiqimiz Türkiyə ilə müqayisədə 10 dəfə azdır. Və bu iqtisadi məsələ. Siyasi səhnədə də, belə deyək də, zaman-zaman həllini gözləyən məsələlər üstə yığıldıq. Xüsusilə bizim səfirliyimizə olan o terrorist hücumundan sonra olan o sərinlik və indi artıq hesab edirəm ki, bunun da həlli istiqamətində zaman yetişib. Yəni, məhkəmənin hökmü var və bildirildi ki, bu yaxınlarda açıqlamalarda hökmün icra olunması üçün elə bilirəm ki, son hazırlıq işləri görülür. Çünki bu Azərbaycanın prinsipal tələblərindən biri idi. Rizvan müəllim, terrordan danışmışkən, İran prezidenti Azərbaycana gəlməmişdən bir-iki gün öncə İranda partlayış oldu. İranda ermənilər çoxdur. Siz düşünmürsünüz ki, bunu ermənilər qəsdən elədilər İran prezidentinin Azərbaycana gəlməsi? Siz Bəndər Abbasda o liman ətrafında olmuşsunuz. Biz bu Bəndər Abbas limanı bu şimal-cənub və yaxud da ki, İrandan baxsa cənub-şimal dəhlizi və ümumiyyətlə İranın neft ixracında xüsusi çəkisi olan bir limandır. Və dünyanın ümumiyyətcə geniş həcmli o, necə deyərlər, ticarət dövriyyəsinin yer aldığı vacib ticarət nöqtələrindən biridir. Və bunun hüquq mühafizə orqanlarının verdiyi cavabı gözləmək lazımdır. Çünki istisnaq gedir, burada nəyin baş verdiyi və yaxud da bunun təxribatdan irəli gəldiyi texniki nasazlıq olur və mən onu gözləmək üstünlük verərdim. Amma hər bir halda bu partlayışın olması bu cənub-şimal ticarət dəhlizinin sabitliyi üçün hər halda müsbət mesaj deyil. Bu təbii ki, o koridorda nə vaxt istifadə edirlər? Orada sabitlik olduqda və oradan başlayır digər faktorlara. Bu təbii ki, arzu olunan bir məsələ deyil və bildirim ki, o cənub-şimal dəhlizi Hindistandan başlayır, dənizlə Bəndər Abbasa, orada limanlar çoxdur və sonra İran ərazisindən dəmir yolla gəlir Qəzvinə qədər, o Qəzvin Astara burada avtomobil, sonra yenə ya avtomobil və yaxud da dəmir yolla Sankt-Peterburqa qədər. Deməli, bu hardasa
Hindistandan Baltik ölkələrinə qədər 7200 kilometrlik bir koridoru əhatə edir və orada mühüm segment Azərbaycanın yaratdığı infrastrukturla bağlı. Və hazırda orada da çatmayan bir məqam var. Bu, daha doğrusu bir hissə, bu Rəşd-Astara dəmir yoluna bağlı 170 kilometrlik bir məsələdir. Çünki dəmir yolunun yük götürmə qabiliyyəti avtomobildən təbii qat-qat çoxdur, ətraf mühit məsələləri, orada çox məsələlər var və eyni zamanda o dəmir yolu istifadəyə verilərsə, onda cənub-qərb, yəni Bakıdan artıq qərb istiqamətində və yaxud da ki, şərq-cənub ki, gələn yüklərin bu istiqamətə daşıması, yəni burada artıq opsiyalar çox artır. Yəni o dəmir yolunun istifadəyə verilməsi strateji bir məsələdir və cənab prezident də, Prezident İlham Əliyev də öz çıxışında bildirdi ki, bu dəhlizin əhəmiyyəti və bununla bağlı məsələlər, İran prezidenti dəhliz məsələlərinə toxundu. Deməli, iki tərəfli münasibətlərdə siyasət, iqtisadiyyatla yanaşı nəqliyyat logistika məsələləri ön planda dayanır və burada da həllini gözləyən məqamlar var. Və yaxud da ki, Azərbaycanın şərqi Zəngəzur və o qərb bölgəsinin bəli Naxçıvanla birləşdirilməsi. Bilirsiniz, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan hələ ki o əbəs yerə müqavimətindən əl çəkməyib. Harada terror varsa, biz yalnız ermənilərdən şübhələnmirik. Çünki ermənilərin xislətində, milliliyində var terrorçuluq. Biz uzun müddət Ermənistanın dövlət kimi də, deyək ki, onun o qeyri-legal hərbi birləşmələrinin də və hətta Azərbaycanın işğal etdiyi ərazilərdə yaratdığı o qeyri-qanuni rejimin də cinayət əməllərinin qurbanı olmuşuq. Terror hadisələrinin qurbanı olmuşuq. Bugün də ərazilərimizin deməli 13%-dən çoxu minalanmış qalır. Yəni işğal nəticələri hələ tam aradan qaldırılmır. Bunun üçün uzun illər tələb olunur, resurslar tələb olunur. Və bu məsələdə həmin o dəhliz məsələsində Zəngəzurda göstərilən o müqavimət sadəcə olaraq əməkdaşlığı ləngidir, amma Azərbaycan burada da İranı da cəlb etməklə Ermənistana həm siyasi, həm iqtisadi təzyiqi gücləndirir. Yəni Ağbənd bizdə, Kəlalə İran tərəfdə bu piyada yolu və avtomobil yolu istifadəyə verilmək ərəfəsindədir. İlin sonu gələn ilin əvvəlində baş verəcəkdir. Və sonradan dəmir yolunun çəkilməsi də burada gündəmdədir. Onda o cənub-şimal dəhlizinin deməli Azərbaycan ərazisindən keçməklə, hətta biz deməli Qara dənizlə birləşməklə Avropa İttifaqına gedən başqa bir variantı da yaranır. Çünki bundan əvvəl İran tərəfi həm də bu şimal-cənub dəhlizini Astara, Rəşd-Astaranın ləngitməsi səbəblərindən biri də o ilə bağlı idi ki, bugün də düz o tikinti başlamayıb. İran bu hissəyə üstünlük verirdi. Baxmaraq ki, orada relyef də çətindir. Yəni bunun üçün investor da yoxdur və yaxud da ki, ya İranın ya təkcə Ermənistanın potensialı ilə bu reallaşan bir layihə deyil. Yəni layihənin reallaşması üçün gərək idxal və ixrac tərəflərinin birgə maraqları ortada olsun. Yəni burada yalnız Avropa İttifaqından da iki dövlət o vaxtda məsələ ilə maraqlanırdı. Amma hesab edirəm ki, bu da artıq aktuallığını itirib. Yəni məsələ ondan ibarətdir ki, Azərbaycanın yaratdığı o imkanlara əsaslanmaqla yenilərinin ortaya qoyulması və Prezident Pezeşkiyanın səfərində çox müsbət mesajlar verildi. Ümid edirəm ki, o verilən müsbət mesajlar fonunda sonra əməli layihələrlə sahəvi nazirliklər bu fəaliyyəti zənginləşdirəcək. Yəni real həyata keçirməklə həm iqtisadi, həm də digər məsələlərdə mövqelərimizin yaxınlaşdırılması, ticarətin dövriyyəsinin artırılması və s. üçün konkret layihələr həyata keçiriləcək. Yenə deyirəm, malik olan potensial 650 milyon dollar. Bu potensialı ümumiyyətlə uyğun deyil. Çünki qonşu dövlətlər ilk ticari tərəfdaşlardır. Bundan sonra regiondan kənar o ticari münasibətlərin genişləndirilməsi və s. ön plandadır. Və yaxud da sizin diqqətinizi başqa bir məsələyə mən cəlb etmək istəyirəm. Azərbaycan prezidenti Çinə səfər çərçivəsində bayaq adını çəkdik. O hərtərəfli strateji tərəfdaşlıqla bağlı birgə bəyanat imzalandı. Orada belə bir məqam yer alıb. Çin, Avropa-Çin, Transxəzər, ekspres marşrutlarının yaradılması və marşrut boyunca oradakı dövlətlərin əməkdaşlığının gücləndirilməsi, yəni müəssisələrin yaradılması və s. Bu da bir imkandır. Yəni, hazırki geosiyasi vəziyyət də bunu diktə edir. Ki, Rusiya-Ukrayna müharibəsi, bundan irəli gələn o şimal hissədə olan qeyri-sabitlik, sanksiya rejimi və s. və Trump administrasiyasının tətbiq elədiyi o tarif siyasəti. Yəni, həmin tarif siyasətinə görə bu həm Çinə tətbiq olunub, 145% düzeyində onun aşağı salınması istiqamətində danışıqlar edilir, həm də Avropa İttifaqına. Ona görə indi hazırda Çin və Avropa İttifaqı ticarətini daha da intensivləşdirmək istəyir. Bir bazar olaraq bir-birlərinə onların necə deyirlər, ehtiyacları daha da artıb. Bir misal deyim sizə, Avropa İttifaqının Çin arasında ticarət dövrəsi 730 milyard dollardan çoxdur. Və müsbət salda da Çin tərəfdədir, 300 milyard dollar olmaqla. Yəni 500 milyarddan artıq illik bir həcmdə Çin məhsulları Avropaya ixrac olunur.
onun müəyyən bir hissəsinin, yəni orta dəhliz, Azərbaycanda yer aldığı o dəhliz vasitəsinin ixracı bizim üçün əlavə dividendlər deməkdir. Və burada da orta dəhlizin çəkisi yenidən gündəmə gəlir. Yəni həm iki tərəfli, həm çox tərəfli münasibətlər kontekstinə baxanda yenə mən o məqamı vurğulamaq istəyirəm ki, Azərbaycanın yaratdığı yeni siyasi reallıqdan irəliləyən iqtisadi əməkdaşlıq imkanları region və regiondan kənarda yer almış dövlətlər və yaxud da Dövlətlər Birliyi tərəfindən qiymətləndirilir. İran-Azərbaycan münasibətlərində yeni səhvə açılacaq, deyilmi? Bəli. Bunu biz əminliklə deyə bilərik. Bu tarixi bir səfər idi. Bəli, çünki İranın prezidentində həm ilk Azərbaycan kökənli bir prezidentdir və həm də ilk dəfədir İran prezidentində bu qədər necə deyim, səmimilik görürük. Bilirsiniz, müstəqilliyimizdən sonra davamlı olaraq İran prezidentləri ilə Azərbaycanın siyasi rəhbərliyi arasında siyasi dialoq olub. Yəni ancaq bütün prezidentlər müşahidə eləmişik. Və bu dialoqun bir tərəfi də ki, parlamentdə və yaxud da ki, oradan kənar o klerikalların da o din tərəfdarlarının Azərbaycana dil uzatmasını biz müşahidə eləmişik və nəzərə alsaq ki, İran din dövlətdən ayrı deyil, onda bu vəziyyəti biraz da ağırlaşdırır. Ona görə prezidentimiz də vurğuladı ki, iki siyasi sistemin dinc-yanaşı yaşaması və əməkdaşlıq imkanları və prezident Pezeşkiyanın da bəyanatı bu istiqamətdədir. Düzdür, İranda prezident yeganə və ya da həll edici, qərar verici instansiya deyil, amma çox məsələləri irəli aparmaq, əməkdaşlıq üçün necə deyərlər, o səy göstərmiş kifayət qədər o səlahiyyətə malik bir instansiyadır. O baxımdan təbii ki, bu səfərin əhəmiyyəti digərlərindən tamamilə fərqlənir və nəzərə alsaq 2018-ci ildən sonra paytaxtda olan səfərdir. Bundan əvvəl Sərhəddə görüş olmuşdu sonuncu dəfə İbrahim Rəisinin. Ona görə səfərin iki tərəfli münasibətlərdə bundan sonra bütün sahələr üzrə yeni əməkdaşlıq imkanları yaratmasına biz ümid edirik və bunu arzu edirik. Çünki Pezeşkiyan ATV verdiyi müsahibəsində də səfərdən öncə vurğuladı. Bizim münasibətlərimizdə məhdudiyyət yoxdur. Yəni bütün sahələr üzrə əməkdaşlıq eləmək arzusu var. Və biz ümid eləyək ki, buna mane olan qüvvələr geri çəkiləcək. Yəni bu tarixən, qohumluq bağlarından, qardaşlıq bağlarından bir-birinə yaxın olan xalqların və dövlətlərin yaxınlaşması üçün maneə yaratmaq yox, əməkdaşlıq sahələri ortaya qoyulacaqdır. Biz bunu İran tərəfindən çox gözləyirik. Cənubi Qafqaz dövlətlərinə necə təsir edəcək bu görüş? Burada dəhlizlər məsələsindən istifadə təbii ki, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlər üçün əlavə imkanlar yarada bilər və yaradacaqdır. Çünki bayaq adını çəkdiyim o Ağbənd-Kəlalə deməli, avtomobil körpüsünün istifadəyə verilməsi, sonra hansısa məqamda əgər dəmir yolda istifadəyə verilərsə, bu imkanlar biraz da genişlənir. Bu onu göstərir ki, deməli, İran da Azərbaycan ərazisindən deməli, Gürcüstana çıxmaq, Qara dənizə, buradan Avropaya öz mallarını ixrac eləmək və ya da ixal etmək üçün imkan qazanır. Deməli, ticarət dövriyyəsi artır, əlavə iş yerləri və yaxud da ki, digər imkanlar və iqtisadiyyat olan yerdə təbii ki, siyasi sabitlikdə, siyasi əməkdaşlığın inkişafında maraq daha da artır. Çünki bunun üçün siyasi iradə var, bunun üçün potensial mövcuddur. Yəni, Ermənistan işğal dövründə özünü işğala görə izolyasiya eləmişdir. Bugün də postmünaqişə dövründə o reallıqlardan, deyək ki, digərlərinin bəhrələndiyi bir şəraitdə Ermənistan yenə də o lazımi addımları lazımı qədər atmır. Bəyanatlardan hələ ki, irəli gedən bir məsələ yoxdur. Çox təəssüf ki, biz, misal üçün, qonşumuz Gürcüstanın Azərbaycanın enerji resurslarından istifadə etməklə öz dövlətçiliyi necə qurmasını gözümüzün qarşısında bunu müşahidə edirik. Və yaxud da ki, Gürcüstanda baş verən siyasi böhran zamanı Azərbaycanın o verdiyi siyasi dəstək nəticəsində bugün baş verən məsələlər. Və o yaranan reallıqda məsələn, Avropa İttifaqına olan münasibətlər. Təbii ki, Gürcüstan və Azərbaycan bir yerdə Avropa İttifaqından o münasibətlərdə vacib bir koridordur. Bu təkcə iki tərəfli münasibətlər deyil. Məsələn, nəzərə alsaq ki, Avropa İttifaqının indi Orta Asiya ilə 2030-a qədər əməkdaşlıq strategiyası var. 12 milyard avroluk orada investisiya qoyulur. Oranın o nəcib və yaxud da ki, qiymətli metalların daşınması. Burada Azərbaycanın Gürcüstanla bir yerdə o orta dəhlizdə vacib segment təşkil etməsi təbii ki, ön plana gəlir. Və yaxud da ki, Avropa İttifaqının Çinlə münasibətlərinə biraz əvvəl vurğuladım. Deməli, bu sabit bir məkanın olması, qonşularla dinc münasibətlər həm iki tərəfli, həm də çox tərəfli istiqamətdə yalnız dividendlər gətirir. Bizim İranla münasibətlərimizdə təkcə, belə deyim də, o iki tərəfli formatda deyil, üç tərəfli, dörd tərəfli formatlar da var əməkdaşlıq üçün. Azərbaycan, deyək ki, İran, Rusiya, Azərbaycan, İran, Türkiyə və yaxud da ki, Azərbaycan, İran, Gürcüstan və yaxud da Gürcüstan yenə Türkiyə. Bu formatlar var.
beynəlxalq təşkilatlar çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada qarşılıqlı fəaliyyət və etimad məsələləri üzrə müşavirə. Görürsünüz, formatlar çoxdur və burada da ortaq maraqlar, ortaq məqamlar çoxdur. Sadəcə o potensialı necə deyirlər, əməli fəaliyyətlə o inkişafa yönəltmək, o növbəti illərdə o diplomatiyanın və digər sahəvi qurumların qarşısında olan vacib məsələdir. Təşəkkür edirəm. Biz cənab prezidentimiz sülhün və əmin-amanlığın tərəfdarıdır və bütün görüşlərində, bütün səfərlərində də onu ortaya qoyur. Çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Hörmətli tamaşaçılar, ENews TV-nin vətəndaş mövqeyinin qonağı millət vəkili Rizvan Nəbiyev idi.